Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizlərə bir dənə şəxsi inşa olunmuş, möhtəşəm, möhkəm bir villa təqdim edəcəm. Villa deyirəm sizə. Hansı ki, yerləşmə yerində, ərazisində torpağın sotu 40 mindən bahadır ki, ucuz deyil. Hələ biz burada torpaq tapa bilsik. Əziz izləyicilər, bax, bilirəm deyirəm, bilərəkdən deyirəm qiyməti. Deməli, qiymət 650.000 manat. 7 sot torpağın üzərində inşa olunub bu ev. Evin ümumi yaşayış sahəsi mansardla birlikdə 620 kvadratdır. Amma kupçamızda bilirsiniz, mansard heç vaxt kupçaya düşmür. Kupçamızda isə 499 kvadrat yazılıb. Bura evin arxa hissəsidir. Arxa hissəsi deyəndə istirahət güşəsi. Daşma hovuzu yerləşir. 4 metrənin 8 metrəyə, 8 metrəyə daşma hovuzu inşa olunub, bəlkə də çox. Sonra həyətin suyu, qazı, işığı, interneti, hamısı yerində yaşayışda olan bir evdir. Bu ev həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı yerləşir burada. O düz başdan başa hamısı navesdir. Düz evin ümumi giriş hissəsinə kimi gedəcəm. Mən oranı da sizə göstərəcəm. Burada isə belə bir istirahət güşəsi var. Siz özünüz üçün söhbətgah və yaxud da yayğış mətbəxi edə bilərsiniz. Əziz izləyicilərimiz, indi isə keçirik biz evin ümumi giriş hissəsinə. Həyətin ümumi giriş hissəsinə, oradan da mərkəzə evə girəcək. Bu navesi görürsünüz, hündür, altı havalı olan bir navesdir. Bunun altında oradan düz ora qədər 10 dənə maşın durar. 10 dənə maşın. İndi ola bilər bəlkə də çox dedim, amma qapının kənarı da var. Hansı ki, ümumi giriş hissəsi də var. Həyəti çox genişdir, ev çox böyükdür axı. Ona görə. Evin torpağı və dediyim kimi ev özü özəldir. Təcil olaraq satılmalıdır. Evin bir daha söyləyirəm, qiyməti 650.000 manatdır. Yerləşmə yerindəyim deməmişdim. Bəlkə də siz bayaqdan gözləyirsiniz, mən bu evi harada təqdim edirəm. Ev yerləşir Şambağı restoranın yanında. Mərdəkan. Mərdəkanın girişi. Araz Market, Santral Elektrikin yanında. Yəni, mərkəzi yoldan 300 metr, heç yoxdur. Yoxdur, azdır. Avtomatik olaraq darvaza, bir daha söyləyirəm, şambosu, burada kanalizasiya xətti var. Qoşmayıblar. Qoşmayıblar. Amma istədiyiniz vaxtı, istəsiz indi qoşularla falanla bəlkə kimsə qoşulubsa qoşulmaq olar. Bu da həyətdə nəzərdə tutulmuş bir əl damıdır. İstifadə edirlər. Gördüyümüz bu ev sizlərə bizi tərəfindən təqdim olunur. Mən bilirəm ki, siz bunu alacaqsınız. Keçək evin daxilinə. Gəl. Evin ümumi giriş hissəsidir. Şəxsi, böyük evdir də. Yəni, baxın, bu boyda dəhliz. Bu divardan o divara 5 metrlik, yox 5 metr olmaz, yalan deyərəm. 3 metrdən çox divarın içərisində yığılan qaydırıb. İçərisi hamısı dolabdır. İsti döşəmədir birinci mərtəbə. Birinci mərtəbədə mətbəx, mətbəxdən birbaşa yayğış mətbəxinə keçiddir. Çamaşırxanadır, 2 yataq otaqdır. Bir dənə də burada ümumi sanitar qovşağı yerləşir. Birbaşa qapının kənarından evin içərisinə damafon çəkilib. Evin bütün kanalları, hamısı yerindədir. Kameraları, interneti, hər bir şey mövcuddur. Birinci yataq otağıdır, birinci mərtəbədə. Müəllim, əşyalar qalacaqsa gedəcək. Hamısı qalacaq əşyalar. Ola bilər, şəxsi şeylər götürürlər, amma qalan şeylər hamısı qalacaq. Kondisionerlərdir falan, hər bir şey mövcuddur da. Bu ev hazır bir evdir. Gəl, gir, yaşa. İkinci yataq otağıdır. Həyətə baxır pəncərələri və daxilində, baxın, belə bir texniki otağı var. Texniki otağı görürsünüz də, boiler, hər bir şey, ütü otağı, nə istəsiniz eləyə bilərsiniz. Buranı iş otağı da eləmək olar əslində. Yataq otağı çoxdur çünki evdə. Burada pilləkənin altıdır. Belə bir yerdir. Buradan necə sür istifadə edə bilərsiniz. O tərəfə də gedir. Axıra qədər davam edir. Əl damı kimi istifadə edə bilərsiniz. Keçirəm. Gözəl, qəşəng bir qonaq otağıdır. Qonaq otağın pəncərələri həyətə, hovuza tərəf. Bir də burada belə bir pəncərəsi var. Qaraja tərəf, navesə tərəf baxır. TV stendidir, televizoridir. Bəzənmə stoldur, divandır, kreslosudur, stoldur, stuldur. 2 dənə gözəl çılçırağıdır, kondisioneridir. Hamısı yerindədir. Pilləkən qəfəsidir. 2-ci mərtəbəyə qalxmaq üçün
və burada mətbəx otağı yerləşir. Mətbəx otağını da sizə göstərim. Gözəl bir mətbəx otağı var. Ay maşallah. Xala görünür ki, düzüb bu şirniyyətlərin hamısında. Gözəl görünür. Mətbəx otağı, sobalar, mətbəx otağında paltar yuyan maşın, qab yuyan maşın, su hövzəsi, geniş 5 gözlü qaz sobası, aspiratoru, soyuducusu. Sonra nə lazımdır? Burada lazım olan hər bir şey var. Buradan belə bir qapı var. Natiq buranı əvvəl göstərmişdik. Gəlin göstərin buranı da. Bura yayqış mətbəxi kimi istifadə olunur. Burada da lazım olan ləvazimatlar, əşyalar yerləşir. İndi isə, onu da deyim, mətbəxdən də birbaşa çölə, verandaya çıxış, giriş qapısı var. Əzizlərim, qalxaq. Gedək ikinci mərtəbəyə. Mərtəbədə, əzizlərim, 6 dənə yataq otağı yerləşir. Hamısı da əşyalıdır. 6 yataq otağının 3-ünün özünün sanitar qovşağı var. Bir də ikinci mərtəbədə bilirsiniz nə var? Hər iki mərtəbələrdə belə bir şey olmuyor. Çamaşırxanası da var. Həm birinci mərtəbədə, həm ikinci mərtəbədə. Buyur, gəl. Yataq otağı. Bütün əşyalı, daxilində sanitar qovşağı göstərəcəm. Həyətə baxır. Günlüyü də var. Kondisioneri, yataq dəsti, hamısı. Onu da sizə məlumat verim ki, ikinci mərtəbə bütöv olaraq istilik batareyalarındandır. Metlaq olan yerlər isə isti döşəmədir. Yataq otağının daxilində olan sanitar qovşağı. Böyükdür, hamısı genişdir, hər bir şey burada genişdir. Bir böyük ailənin yaşaya biləcəyi bir evdir bu, villadır bu. İkinci yataq otağı. Bəzənmə stolu, kondisioneri, yataq dəsti, dolabı. Damafon hətta ikinci mərtəbədə çəkilib. Üçüncü yataq otağı. İkinci mərtəbədə olan üçüncü yataq otağı. Daxilində sanitar qovşağı. Dördüncü yataq otağı. Ümumi 6-cı otaq. Bəli, ümumi 6. Yenə yataq otağı. 5-ci yataq otağı. 2-ci mərtəbədə. 2 dənə də aşağıda var. Bu deməkdir ki, 7-ci. Qarşısında eyvanı var. Kiçik bir eyvanı var. Sonra, baxın. 2-ci mərtəbənin ümumi sanitar qovşağı və çamaşırxana. Və burada sonuncu yataq otağı. Baxmağa davam edin, bizi izləyin. Çünki mən buradan qalxacam, bu evin mansardı var. Onu da sizə göstərəcəm. Yataq otağının daxilində sanitar qovşağı. Ümumi olaraq 8 otaq. Qonaq otağı ilə 9 edir, məncə. 9 otaqlı. Mansardla birlikdə 620 kvadrat. Hələ indi mən qalxacam mansarda. Mansarda da sizə təqdim edəcəm. Əzizlərim, bir daha söyləyirəm, təcili olaraq ev satılmalıdır. Qiymət start olaraq 650 min manatdır. Bunu indi bu dəqiqə torpaq alıb, bu evi tikib, bu vəziyyətə gətirmək 650 min manata mümkün deyil. Yəni kim deyir, nə deyir desin, mümküniyyatı yoxdur. Mən bilərəkdən deyirəm. Biz hal-hazırda evin mansardındayıq. Təmirli, geniş, böyük bir mansard hissəsidir. Ara kəsməsi monolit betondur. Mansardda nə yerləşir? Baxaq. Bu tərəfə pəncərəsi, bu tərəfə pəncərəsi var. Burada sanitar qovşağı var. Burada isə belə bir maşallah, belə bir otaq var. Nə istsən yığ da bura. Əziz və dəyərli izləyicilərimiz, bir daha söyləyirəm, sizə möhtəşəm bir, geniş, böyük ailənin yaşaya biləcəyi bir villanı təqdim elədim, bitirdim. Təşəkkür edirəm, amma o deyim ki, ikimiz də yorulmuşuq ha. Allah necə deyərlər, halal xoşları olsun. Baxsınlar, hamımız birlikdə. İnşallah xeyirlisi olar.